şagirdlər. Deməli, mən bugün sizə dadənin nə zaman bağlayıcı, nə zaman ədat, nə zaman hal şəkilçisi kimi işləndiyini izah edəcəm. Bilirsiniz ki, da həm ədat, həm bağlayıcı, həm də hal şəkilçisi kimi işlənir. Deməli, fərqləndirilmiş sözlər hansı nitq hissəsidir? Yəni, təbii ki, burada köməkçi nitq hissəsidir, bir də əsas nitq hissəsi kimi gedir. Yəni, onlardan bəhs olunur. Harada əsas, harada köməkçi nitq hissəsidir. Deməli, danı dana ilə, də ilə əvəz edə biliriksə, burada ədatdır. Əgər sadalama varsa, bağlayıcıdır və sözə bitişik yazılırsa, hal şəkilçisidir. Baxaq, sən də mənə inanmırsan, baxın, burada sadalama olur. Sən də mənə inanmırsan, sən də, mən də, o da, görürsünüz, sadalayır. Sanki sən dədən sonra daha əlavə şəxslər edəcək. Sən də, o da mənə inanmır. Birincisi bundan yadınızda saxlayın, sadalama var. Əgər sadalama varsa, burada bağlayıcıdır. Sən də mənə inanmırsan və dana ilə əvəz edə bilmirik. Sən dana mənə inanmırsan deyə bilmirik. Deməli, burada bağlayıcı, təbii ki, bağlayıcı köməkçi nitq hissəsidir. Evdə hər kəs onu başa düşmüşdü. Hər kəs onu başa düşmüşdü. Evdə. Baxın, burada dadə nə zaman bitişik yazılırsa, deməli, burada hal şəkilçisidir, əsas nitq hissəsidir. Burada köməkçi, burada əsas nitq hissəsidir. Burada əsas nitq hissəsidir. Hal şəkilçisidir. Yerlik hal şəkil sözə bitişik yazılır. Evinə get da, evinə get dana. Görürsünüz, burada dana ilə əvəz edə biliriksə ədatdır. Köməkçi nitq hissəsidir. Köməkçi nitq hissəsidir. Mənim də ondan xəbərim yoxdur. Baxın, yenə sadalayır. Mənim də, onun da, sənin də. Sanki bundan sonra yenə əlavə şəxslər əlavə edə bilərik. Sadalayır. Deməli, burada bağlayıcıdır. Köməkçi nitq hissəsidir. Evə çatanda mənə xəbər et. Burada evə çatanda mənə xəbər et. Sözün kökü çatdı, çatmaq feili. Çatanda, anda, əndə bu feili bağlama şəkilçisidir. Araqmadan, anda, əndə, dıqda, dikçə, dıqça, armaz, ərməz. Feili bağlamadır. Hətta burada anda, əndə də feili bağlama şəkilçisidir və yəni hətta burada dadə də buna birləşib anda, əndə feili bağlama şəkilçisi yaradır. Yəni biz burada çatanda deyə bilmirik. Evə gələndə, evə çatanda, məktəbdən çıxanda, anda, əndə feili bağlama şəkilçisidir. Yəni, siz harada dadəyə gördünüz, tez bağlayıcı götürməyin. Baxın, görün, danı dana əvəz edə bilirsinizsə, ədatdır. Sadalama varsa, bağlayıcıdır. Sözə bitişik yazılıbsa, yerlik hal şəkilçisidir və nə zaman an, ən şəkilçisindən sonra gəlibsə, feili bağlamadır. Bir çölə çıx da, bir çölə çıx dana deyə bilirik. Deməli, bu zaman burada nədir? Ədatdır. Arif sözünü dedana, burada da ədatdır. Bayırdan bir fit səsi də eşidildi. Görürsünüz, bir fit səsi də eşidildi. Sadalama varsa bağlayıcıdır. Necə də istedadlıdır. Burada yenə ədatdır. O məni görsə də heç nə demədi. Baxın, bir də ədatları cümlədən çıxaranda cümlənin mənası dəyişmir. Yalnız təsir gücü azalır. Necə istedadlıdır deyə bilərik, necə də istedadlıdır deyə bilərik. Yəni, bağlayıcı ədatları cümlədən çıxaranda sözün mənası dəyişmir, təsir gücü azalır. O məni görsə də heç nə demədi. Bir də bir söz deyim sizə, bu istisnadır. Biz dedik ki, əgər danı dana ilə əvəz edə biliriksə ədatdır, əvəz edə bilmiriksə bağlayıcıdır və sözə ayrı yazılırsa, bu ya bağlayıcı olacaq, ya ədat olacaq, bunun başqa variantı yoxdur. Bəs deyəcəksiniz, ay müəllim, görsə də mən bura tutaq ki, yazıram ədat. Ay müəllim, niyə bura ədat yazdınız? Axı, görsə dana demək olmur. Cümlədə sa, sədən sonra gələn da ədatdır. Görsə də, deyəcəksiniz, mənim axı, burada sadalama var, görsə də, oxusa da, xeyr, sadalama olsa da, harada sa, sədən sonra gələn daha gördünüzsə, bilin ki, ədatdır. O məni görsə heç nə demədi, o məni görsə də heç nə demədi. Hətta çıxaranda da mənası dəyişsə də, yenə də burada ədatdır, sa, sədən sonra gələn da. Sizdə olanda danışaram, harada, burada hal şəkilçisidir. Məni başa düşəndə gələrsən. Burada yenə anda, əndə feili bağlama şəkilçisidir. Belə, əziz şagirdlər, dadədən bu qədər. Mən çalışacağım hər gün köməkçilik hissələrinin hər hansısa bir növünə aid bu qaydada misallar deyim sizə. Belə daha yaxşı şagirdlərin yadına qalır, fərqləndirilmiş üsulda açıq testlərlə.
Dərsimizə qoşulmaq istəyənlər yuxarıda göstərilən 077 465 94 47 nömrəsi əlaqə saxlaya bilərlər. Mən Aynurə Babazadə, Azərbaycan dili müəlliməsiyəm. Həftədə 2 gün 2 saat onlayn və əyani şəkildə dərslər keçirəm. YouTube kanalıma baxıb dərslərdən xoşu gələnlər, qayna olanlar dərslərə qoşula bilərlər. Və bir də yorumlara rəylər yazmağı, hər hansısa bir müsbət və mənfi rəy yazmağı zəhmət olmasa unutmayın və kanala abunə olun ki, bu tip testlər daha çox qarşınıza çıxsın. Çox sağ olun diqqətiniz üçün.